Salam əziz şagirdlər. Bu gün hədəf kurslarına aid olan alkinlər, aromatik karbhidrogenlər mövzusu sınaq izahını sizinlə paylaşacağım. Keçək suallarımızın izahına. Bizə burada maddə verib, alkin verib. Alkində karbonla hidrogen arasında olan sigma rabitlərimizin sayı 10-sa, deməli biz bilirik alkinlərin ümumi formulu CnH2n-2-dir. Deməli burada bizim 2n-2-miz necəyə bərabərdir? 10-a bərabərdir. Elimiz neçə eləyəcək buradan? 6 eləyəcək. Deməli 6 C6H10'muş. Bizdən burada karbonla karbon arasında olan sigma rabitəni istəyirsə karbon sayından 1 artıq yox, əksik olacaq. Yəni əksik, yəni 6-dan çıxacaq biri 5. Cavabımız C-bəndə. Bizə verib burada C6H6-nın xlorla reaksiyasını. Deməli benzoldur bu C6H6. Benzolumuz bilirik ki biz xlorla işığın təsirində reaksiyaya girərsə, bu zaman birləşmə reaksiyası olacaq. C6H6 xlor 6 olacaqdır. Buradan ester reaksiyanın alınan maddələrində heksaxlor benzol olacaqdır. Yəni 6 karbon olduğundan heksaxlor deyiləcək. Sonra baxıram bura. 3-cü sualımızda bu reaksiyada üzvü maddəndə nə artacaq? Buradan alınan maddə C6H12-dir. Yəni sikloalkandır. Hibrid orbitalların sayı artacaq, bəli. Karbonun kütlə payı artacaqdır. Sigma rabitlərin ümumi sayı artır. Karbonun kütlə payı artmayacaq, mən bilən. Burada karbon kütlə payı artmır, əksinə azalacaqdır. Cavabımız da 1-3 olacaq. C-bəndi. Keçirəm 4-cü sualımıza. İzopropil asetileni beynəlxalq usulla adlandırın. Bir dənə asetilen çəkirəm. Hidrogenlərdən biri izopropil radikalı ilə görürəm ki, əvəz edilib. Bunu beynəlxalq usulla istəyir bizə. Bir rabitə yaxın olan, yəni üst qat rabitə yaxın olan tərəfdən nömrələmə aparıram. 1, 2, 3, 4. Adlandıranda da 3 metil pentin 1 olacaq. 3 metil, bağışlayın 4 tane karbon var. Bu tin 1 cavabımız da A bənd edir. Sonra 5-ci sualda strol üçün hansı ifadə doğrudur deyir bizə. Strolumuz C8H8-dir. C8H8 və həmçində bunu biz belə də yaza bilərik. Strolumuz budur. Aha, strol budur. Və burada deyir hansı ifadə doğrudur. Polimerləşir, bəli. Polistrol əmələ gətirir. Üstə həll olur, xeyr. Benzolun homologudur. Benzolun homologu deyil. Bromu suyu rəngsləşdirir, bəli. Cavab da olacaq 1, 4 A bəndi. 6-cı sualımıza baxaq. X birləşməsində olan sigma rabitlər ümumi rabitənin neçə faizini təşkil edir? Deməli, asetilenin dimerləşməsidir. Dimerləşəndə vinil asetilen verəcək bizə buradan. Bunu qeyd edək. Buradan baxdıq, sigma rabitəni istəyir bizdən. Deməli, sigma rabitlərimiz hidrogenlərin sayı 4 dənədir buradan. 4 dənə hidrogen, 1, 2, 3 dənə də buradan. 4, 3 eləyəcək neçə? 7. Deməli, 7 dənə bizim sigma rabitəmiz var buradan. Ümumi rabitlərimiz də 7-nin üzərinə 3 dənə pi olduğundan 10 gəlirəm, 70% eləyəcək. Yəni, 7-ni biz ümumi rabitəmiz ona böləcəm, 70 eləyəcək. Cavabımız da bəndi. Keçirəm növbəti suala. Benzin üçün hansı ifadə doğru deyil? Neftin distillə məhsuldur, bəli. Sabit qaynama temperaturuna malikdir, səhvdir. Benzin qarışıqdır və qarışıqlar sabit qaynama temperaturuna malik deyildir. Maya yanacaqdır, bəli. Sudan yüngüldür, bəli. Su ilə müxtəlif cinsli qarışıq əmrini gətirir, bu da düzdür. Cavabımız da eləyəcək B bəndi. Keçək növbəti sualımıza. Alkin verir bizə. Alkinin tərkibində olan karbon sayı. İndi alkinin ümumi formulunu yazıram. CnH2n-2-dir. Deməli, biz buradan belə eləyə bilərik də. 12n-imiz A'ya bərabərdir. Elə deyil. Buradan da belə çıxır ki, 2n-2-miz də nəyə bərabərdir? A-32-yə bərabərdir. İndi buradan A-nın yerinə mən 12n yaza bilərəm. Elə deyil. 2n, qırmızı ilə yazım. 2n-2 bərabərdir. A-nın yerinə yazıram. 12n çıxılsın. 32. Buradan 2n'i bu yana verirəm. Eləyir 10n. 10n bərabərdir 30'a. N'imiz də neçə oldu? 3 oldu. Cədvələ isə bu alkinin 1 molunun tam yanmasından alınan suyun kütləsi alkinlər yananda, 1 molu yananda N-1 qədər su alınacaq. Yəni N'imiz 3-dürsə, ondan 1 əksik qədər su alınacaq. 2 mol. 2 mol suyun kütləsi də eləyəcək 36 qram. Cavabımız da B bəndi eləyir. 2 karbhidrogen verib alkindir. Alkinlərimizin ümumi formulu CnH2n-2-dir. Əgər bizim hidrogenlərimiz sayı 2n-4-dürsə, bizdən nə istəyir? Karbon atomlarımızın, yəni sayını istəyəcəkdir. Və baxıram bu istiqamətdə.
2 deməli en qədər karbonumuz olanda 2n-2 dənə hidrogenimiz vardısa, əgər 2n-4-dürsə, deməli bizim n-imiz -1 olub ki, n-in yerinə biz n-1 qoyanda 2n-4 eləyəcək. Cavabımız da B bəndi eləyir. Götürək növbəti sualımız. Metanın 550-650 Selsidə katalitik parçalanmasından biz C2H4 alırıq. Bunun xlorlaşmasından C2H4 xlor 2 alınacaq. Bu aldığımız C2H4 xlor 2-nin üzərinə kalium aşın spirtdə məhlulu gələndə biz 2 qat rapiddə, yəni pirapid alacağıq. Bu zamanda nə alınacaq buradan? C2H2 alınacaqdır. Çünki 2 dənə xlorumuz var bizim. Sonra nə istəyir bizdən? C2H2-nin üzərinə C2H2 gələndə biz nə alırıq? Vinil spirti, vinil alırıq. Yəni vinil asetilen cavabımız. Birinci suala baxırıq. Bərabər mollarda heksan və benzol verib bizə. Heksanımız necə yazılacaq bizim? C6H14 yazılır. Benzolumuz C6H6-dır. Biz bilirik ki, benzol, yəni heksan birləşmə reaksiyası daxil olunur. Amma benzol olsa 1 molu 3 mol hidrogen özünə birləşdirir də. Yəni sikloheksana çevirməsi üçün. 0,6 mol birləşdiribsə, deməli 0,2 mol nədir? 0,2 mol benzol reaksiyaya girib. Eyni bərabər mol deyirsə, deməli 0,2 mol benzol var və 0,2 mol heksan var. İlkin qarışıq neçə qram olmağını bizdən soruşur. İndi tapıram. C6H14-ün 1 qramının kütləsi 72 üstü 14 kəsim neçə eləyəcək? 72, o da 14 eləyəcək 86 qramdır. Bu da 78 qramdır. Deməli 86-dırsa, bunun 1 mol 86-dırsa, 0,2 molu nə qədər eləyəcək? 2-yə vuracam bunu. Deməli eləyəcək 192, 19,2 qram sikloheksan eləyəcək. İndi benzolun 1 molunun kütləsi nə qədərdir? 78 isə 0,2 molunun kütləsi də 15,6 eləyir. İndi bunların cəmini tapacam mən. Eləyəcək necə? 8, 4, 34,8. Növbəti sualımıza 12-ci sualda uyğunluğu müəyyən edin deyir bizə buradan. Bütün karbon atomları sp2 hibridləşmə halındadır. Benzolda bütün karbonlar sp2 hibridləşmə halındadır. Oksidləşmə məhsullarından bir format turşusudur. Deməli etil benzolumuz oksidləşəndə həm benzoid turşusu verir, həm də format turşusu verəcəkdir. Oksidləşdikdə benzoid turşusu əmələ gəlirsə, deməli bu tollu oldu. Sonra kalium permanganat məhlulunu rəngsləşdirmir. Bu benzoldur. Benzol rəngsləşdirməyəcək. Sonra baxıram, tam hidrogenləşməsindən heptan alınır. Heptan alınırsa, cavabımız da eləyəcək, yəni tolluğa aiddir. 1AD, 2CY, 3D B olacaq. Keçək situasiya tipli suallar. Karbhidrogenlərin kimyəvi xassələrindən danışan müəllim metanın 1500 Selsidə parçalanmasından əmələ gələn X karbhidrogenin bromlu suyu rəngsləşdirdiyini söyləyir. Lakin bu karbhidrogenin içərisində aktivləşdirilmiş kömür olan borudan keçirdikdə alınan Y birləşməsini bromlu suyu rəngsləşdirmədiyini qeyd etdi. Biz bilirik ki, metan 1500 Selsidə parçalananda nəyə verəcək? Asetilen verəcək. Deməli bizim X-imiz nədir? Asetilendir. C2H2-dir. X-in kimyəvi formulunu və beynəlxalq adını qeyd edin. X-in kimyəvi formulu necə oldu? C2H2 və beynəlxalq adı da etindir. Etin. Keçirik növbəti sualımıza. X və Y-dən. Deməli, X-imizin bromlu su rəngsləşdirir. Amma bunu aktiv kömür iştirakı ilə biz aktiv kömürdən keçirəndə artıq Y birləşməmiz benzol olacaq. Y-in alınma reaksiyası belə olacaq. 3 dənə asetilendən aktiv kömür iştirakında C6H6 alınacaqdır. Əgər 16 qram metan parçalanarsa neçə litr X alınacaq? İndi reaksiyanı yazayım. Metan parçalananda C2H2 və hidrogen verir bizə. Buradan baxıram, buraya 2 yazıram. Burada da 3 yazıram. 2 molu parçalananda 1 mol əmələ gələcək. 1 mol parçalanırsa, deməli 0,5 mol X, yəni asetilen əmələ gələcək. 0,5 molumuz da nə qədərdir? 11,2 litrdir. Cavabımız da 11,2 eləyəcək. Suallarımızın izahı bu qədərdir. Bu və bunun kimi sual izahlarını görmək istəyirsə, səhifəmizə abunə olmağı unutmayın. Hələlik.